Vardanyan üzdə xeyriyyətçi obrazı yaratsa da 1990-cı illərdə qara pullarla varlanan, xüsusən çirkli pulların yuyulmasında mahir fırıldaqçı olub. Hələ 2019-cu ildə mütəşəkkil cinayətkarlıq və korrupsiya hesabatı layihəsi Ruben Vardanyan barədə Zetroika Landromat araşdırma hesabatını təqdim edib. Bu hesabat Rubenin bütün biznes, eləcə də siyasi karyerasındakı naqis cəhətləri tam ortaya qoyub. Ruben Vardanyan xarici ölkə vətəndaşı olduğu halda 2022-ci ilin sentyabr ayında Azərbaycanın dövlət sərhədini qanunsuz keçərək qanuna zidd fəaliyyətə başlayıb. Azərbaycanın ünvanına hədə-qorxu bəyanatları səsləndirib. Vardanyanın Azərbaycanlılara qarşı törətdiyi cinayətlər konkret faktlar və istintaq materialları ilə təsdiqlənib. O, 2022-2023-cü illərdə Qarabağ bölgəsində qanunsuz rejimdə yüksək vəzifə tutaraq, Azərbaycan ərazilərində konstitusiya quruluşunun zorla pozulmasına yönələn proseslərdə, yəni separatçılıqda bilavasitə iştirak edib. Qarabağda qanunsuz silahlı birləşmələrin maliyyələşdirilməsi və onların silah-sursatla təminatında da Ruben Vardanyan əsas fiqurlardan biri olub. Vardanyanın yönəltdiyi maliyyə resursları hesabına qanunsuz silahlı dəstələr ən müxtəlif silahlarla təmin edilib, rabitə vasitələri və logistik dəstək alıblar. Sonradan həmin qruplar Azərbaycan ordusunun mövqelərinə qarşı təxribatlar törədib, eyni zamanda mülki əhalini hədəfə alıblar. Vardanyanın təşviqi ilə yaşayış məntəqələri hərbiləşdirilib, mülki obyektlər silah anbarı və döyüş mövqeləri kimi istifadə olunub. Bu isə beynəlxalq humanitar hüququn açıq şəkildə pozulması idi. Onun maliyyəsi hesabına həyata keçirilən müharibə cinayətlərindən biri də mina terrorunun davam etdirilməsi, yeni ərazilərin məqsədli şəkildə minalanması idi. Bunun nəticəsində Azərbaycanlı onlarla mülki şəxs həlak oldu və ya ağır bədən xəsarətləri aldı. Digər mühüm fakt Vardanyanın Azərbaycan ərazilərində qanunsuz iqtisadi fəaliyyətlər təşkil etməsidir. Təbii sərvətlərin, xüsusilə faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı dövlətimizə ciddi iqtisadi zərər vurmaqla yanaşı, bölgədə ekoloji fəlakət riskini artırıb. Vardanyan media manipulyasiyasından da istifadə edib. O, bu üsulla siyasi təbliğat apararaq Azərbaycanlıların Qarabağa qayıdış prosesini əngəlləməyə çalışıb. Bölgədə etnik qarşıdurmanı qızışdıran çağırışlarla çıxış edib. Ruben Vardanyanın törətdiyi cinayət əməlləri məhkəmə prosesində tam sübuta yetirildi. Haqq ədalət yerini tapdı və layiqli cəzasını aldı. Hökmə əsasən Ruben Vardanyan qəti olaraq 20 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildi. Sabir Bilalov, ASTV Xəbər.